Salam, vaxtınız xeyir olsun inşallah. Danışan usta Sarxan Biləsvar balastı. Gözəl dəyəri qardaşdır. Ağdaş rayonunun Tovği kəndi, hə? Bax, Allah xeyri versin. Allah aldığından min qat əvəzini versin. Allah cana dəyməsin. 3 kilovat, 3 nabrot, 4 təkərimiz sarğı, norfazadır, 4 təkərdir, çatdırmamış pulsuzdur. İndi orada bəyək çəkiliş edirdik, toku zəif idi qardaşım. Çok çıxındığımda qalın xətti var. Dedim qaqı bir dənə reklam üçün mənə qalın xəttə lazımdır. Tok ümumiyyətlə belə zəifdir. Bir də 206-dır. İndi qalın xəttdən biraz normal doğrayır. İnşallah at yavaş-yavaş geçsin. Görə nə göstərir. O birisi xəttə uzun litrə qoşmuşduq, amma burada alüminium xəttə qoşmuşuq. Görə inşallah burada nə göstərir. Atdığım. Orada tok düşürdü 150-yə, 170-ə. $194. Burada 175'ten aşağı düşmüyor. Orada 125'e düşürdü. Orada kardeş udun litre koşmuştu. Şimdi burada alüminium xəttə koşmuşuq. Orada 125'e düşürdü ama burada 175'ten aşağı düşmüyor maşallah. Ağdaş rayonunun Tovği kəndi. Çatdırma, quraşdırma pulsuzdur. Azərbaycanın bütün bölgələrinə çatdırma pulsuzdur. Otun içində bax ağac var. Buna bax. Bu nədir? Üzüm çöpüdür, nədir? Bu nədir qaqa? Baba doğruydu ha bunu. Buna qorxma. At geçsin. Doğramana doğruydu. Arada karpuzcu gəlir. O da otun içində olan ağacdır. Nol fazadır. Tok zəifdir burada. Tokumuz 190, 189'dur. Kaş burada tok ola, qardaşın yoncası quru yoncadır. Qəşəng də doğrayar. Amma tok zəif olmalı baxmayın. Qəşəng də doğrayır. 650 çağ ceyranımız da yoldadır. Bütün günü yolda görürlər, marqat eləyirlər. Yəni TikTokda görürlər, hamı sağ olsun. Hörmətimi gətirirlər, mən hamının xalqımızın hörmətini gətirirəm. At da qonaq. 160. 148. At. Tokumuz zəif olsa da qardaş doğrayırdan ağaraq. Başqa variant yox. Çox zəifdir, köhnə xəttlərdir. Köhnə xəttlər ona görə. Bir də axırında evdə də deyəsin. Yaxşıdır. Əla, xeyir olsun. Şu. Orada tokun düşürdü 117'ye, 125'e. Burada mənə axırıncı atdın ha. 145'den düşmədi, 145'den qalxdı. Yoxsa yəni ona bu xətt idarə eləyir. Ora nazik xətt çəkmişdim. Burada amma qalın xəttdir. Burada ona baxmayaraq nisbətən qəşəng doğradı. Bir də tokları şeydə, köhnə xəttlərdə insan kəndinizin axırıdır bura. Ya əvvəldə nə? Yox, ortalardır. Ortası da. Yəni inşallah qabiliyyətləşdirsə, lap biraz güclü olar, qəşəng doğrayar da. Oldu qardaşım, Allah xeyir versin. Sağ.